Paşinyan ərazi göstərdi. Bakının bu addımına qarşılıq verməliyik. Biz Yerarsk vasitəsilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırıq. Global Info AZ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, Ermənistanın faktiki olaraq Azərbaycanın dəmir yolundan istifadə etdiyini bildirib. Bunun birtəfəli olmasını istəmirik. Biz də qarşılıqlı addımlar atmağa çalışırıq. Xüsusilə də İranda baş verən hadisələr fonunda cənub istiqamətində nəqliyyat əlaqəsi ilə bağlı müəyyən problemlərin mövcud olduğunu görünür. Biz niyə məhz bu marşrutu təklif edirik? Çünki texniki baxımdan hazır yolu olan başqa marşrut yoxdur. İstifadəsi mümkün ola biləcək yeganə yol buradır. Yerarsk hissəsində bir qədər təmirə ehtiyac var, lakin hətta təmir olmadan belə bugün avtomobillər oradan keçə bilər. Əgər uyğun hesab edilərsə, İcevan, Qazax hissəsi ilə də əlaqəni təmin edə bilərik. Yəni orada da elə bir hissə var ki, nəzəri olaraq avtomobillər oradan keçə bilər. Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi. Avropa Birliyi Şurasının sabiq prezidenti Charles Michel Azərbaycan-Ermənistan münasibətləri, rəsmi Bakı ilə Brüssel arasındakı əməkdaşlıq və regionun enerji təhlükəsizliyindəki rolu barədə eksklüziv müsahibə verib. Axar, AZ Teleqraf və istinadla müsahibəni təqdim edir. Bakı ilə Brüssel arasındakı yeni sazişin perspektivləri necədir? Avropa Birliyi Şurasının prezidenti Antonio Costanın Azərbaycana son səfəri prioritetləri müəyyən etmək baxımından mühümdür. Bəzi məsələlərdə fərqli baxışlarımızın olması normaldır, lakin bu, ortaq maraqlar çərçivəsində tərəfdaşlığa maneə törətməməlidir. Cənubi Qafqazdakı cari prosesləri necə xarakterizə edirsiniz? Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın atdığı addımları təqdirə layiq hesab edirəm. Mövcud çətinliklərə rəğmən sülh sazişi ilə bağlı razılığa gəlmək böyük cəsarət tələb edirdi. Bu prosesi qətiyyətlə dəstəkləyirəm, çünki əldə olunacaq yekun sənəd bölgədə iqtisadi inkişaf və nəqliyyat əlaqələrinin bərpası üçün fundamental zəmin yaradacaq. Sabitlik artdıqca xalqların rifahına xidmət edən layihələrin sayı da çoxalacaq. Beynəlxalq təşkilatlar sülhə töhfə verə bilirmi? Etiraf etmək lazımdır ki, hazırda BMT sistemi effektivliyini itirib, Təhlükəsizlik Şurası isə bloklanmış vəziyyətdədir. İkili standartlar dünyada qarşılıqlı etimadı sarsıdır. BMT-nin gələcəyi ilə bağlı bədbin olsam da, regional təşkilatlara ümidim böyükdür. Yerli qurumlar bölgənin tarixini, mədəniyyətini və reallıqlarını daha yaxşı bildiyi üçün münaqişələrin həllində və investisiya layihələrində daha uğurlu ola bilərlər. Azərbaycanın Avropanın enerji təminatındakı rolunu necə dəyərləndirirsiniz? Enerji həm sənaye rəqabəti, həm də təhlükəsizlik deməkdir. Bu sahədən təzyiq vasitəsi və ya şantaj obyekti kimi istifadə edilməsi yol verilməzdir. Məhz buna görə də Avropa asılılığı azaltmaq üçün tədarükü şaxələndirməlidir. Azərbaycan bu məqamda proqnozlaşdırıla bilən və sabit tərəfdaş kimi mühüm strateji əhəmiyyət kəsb edir.